Deməli, sertifikatlaşma imtahanında mübahisəli olan əsasda tarix fənnindən sualları sizə təqdim edirəm. İndi gəlin bu suallara aydınlıq gətirək. Daha doğrusu bu suallara birlikdə cavab istəyək, əsaslandırma istəyək. İlk sualımız və daha çox mübahisə mövzusu olan Nizami Gəncəvi 1141-ci ildə anadan olub. Onun anadan olmasını digər təqvimə görə hesablayın və yaxud da ki, digər təqvimlə hesablayın. Mən bu sualın tərtibatçılarına sual vermək istəyirəm. Nə isə hesablamaq, icra etmək, nə vaxtdan anlamaq mərhələsi olub? Yəni, hansı məntiqlə? Çıxın, bunu bir zəhmət mənbə ilə əsaslandırın. Mənbə kurikulumda əgər mənbə tapa bilsəz. Çünki hər kəs taksonomiya olsun, istər inteqrasiya olsun, öz kefinə görə sual yazır, tapmaca tipli suallar təqdim edirlər. Nəyə görə müdavimlərin, imtahan verən müəllimlərin əsəbləri bu tipli suallara görə korlanmalıdır? Yəni, Nizami Gəncəvin anadan olması mən digər təqvimə çevirirəmsə, burada hesab əməliyyatı gedəcəkdir. Hesab əməliyyatı nə vaxtdan anlamaq mərhələsi olub? Əgər o mərhələnin etaplarını anlayıramsa, başa düşürəmsə, iş getmirsə, bunu hardasa anlamaq kimi qəbul edə bilərik. Əgər Nizami Gəncəvin anadan olması və yaxud da ki, vəfatı hesablanırsa, bu niyə anlamaq mərhələsi olmalıdır? Hansı məntiqlə, nəyə görə? Yəni, istifadə etdiyimiz vəsait hal-hazırda taimin vəsaitidir. Taimin vəsaitində də tətbiq etmək mərhələsi deyir, şagird anladığı məlumatı icra edə bilməli. Yəni, o hicri miladi tarixini şagird anlayıbsa, onu icra edə bilməli. Hər hansı bir vəziyyətdə tətbiq edə bilməlidir. Yəni, mən düsturu, qaydanı əzbər şəkildə öyrəndim, xatırlamaq mərhələsi, qaydanın mahiyyətini başa düşdüm, anlamaq mərhələsi artıq 3-cü etapda, yəni tətbiq etmə mərhələsində onu hesablayır, çevirirsə tətbiqi. Bu tətbiq mərhələsidir də. Nəyə görə bu qədər, nəyinsə xatirinə, bilərəkdən və yaxud da ki, bilməyərəkdən bu sualları bu şəkildə salmağın anlamı nədir? Niyə qərəzli yanaşırıq? Bax, 24-ü imtahan verən müəllimlərin suallarından ya mən müəllimlərin heç biri razı deyirlər. Niyə digər günləri demirik? Orada normal, qayət də gözəl suallar var idi. Yəni, yazıla biləcək. Bir də inteqrasiya məsələsinə toxunmaq istəyirəm. Bax, inteqrasiya ümumiyyətlə mənim şəxsi fikrimə görə, əgər bir situasiyanın daxilində inteqrasiya fənlər arası olaraq götürülübsə, orada fən daxili inteqrasiyanı tapmağa ehtiyac yoxdur. Elə bir tapmaca oynayırlar. İndi o sualı tərtib edən müəllif beynində fən daxili fənlər arası tutubsa, bu müdavim, müəllim yazıq, neynəməlidir? Onun fikirləşdiyini tapmalıdır. Bu fən arası inteqrasiya varsa, məsələn, xəritə məsələsi, tarix, coğrafiya. Xəritə məsələsi varsa, bunu elə fənlər arası götürün getsin də, bu qədər bu cəmaatı zülmə salmaq, əziyyətə salmağın anlamı nədir? Yəni, düzdür, biz də suallarda elə istifadə edirik, amma düzgün yanaşma deyil. İndi məcbur eləyirlər ki, qatıq qaradır, biz o qatıq qaradır misalını deyək. Bir dənə də sual var, bir saniyə mən o sualı da indi qrupdan oxuyacaq. O qədər, belə deyim də, yönsüz suallar, başı ayağı olmayan suallar verilib ki, deməli, bax, inteqrasiya sualı belədir. Böyük coğrafi kəşflər mövzusunu keçən müəllim şagirdə bildirir ki, bu mövzunun iqtisadi mahiyyətini müəyyən edin, coğrafi marşrutları xəritə üzərində göstərən. Bunu götürün də müəllimlər, fənlər arası götürün də. Fən daxili nə ehtiyacı var ki orada? Yəni, əsaslandıra bilərsiniz ki, məkan var, nə bilim, falan filan. Amma inteqrasiya əgər fənlər arası varsa, orada fən daxilini yazmaq lazımsız bir şeydir. Sonra, əcnəbi şagirdlə bağlı sual ya da sualları bu ictimaiyyətə verin, biz görək. Bəlkə belə deyim də, o sualı çıxardanda nəyəsə səhv eləyiblər, səhv bir şeyi biz müzakirə edirik. O sualları verin, baxaq.
Yalandan boşuna əsaslandırma eləməklə deyil. Deyir, sinifə xaricdən yeni şagird gəlib, mədəniyyətləri fərqli olduğu üçün uşaqlar arasında əməkdaşlıq alınmır. Müəllimin ən effektiv addımı nə olmalıdır? Deyir, doğru cavab olaraq götürülüb ki, müəllim şagirdin əlindən tutub məktəbi gəzdirməlidir. Yaxşı da, bu müəllimin ekstra elə vaxtı var, elə sualı fikirlər, ekstra vaxtı var ki, durub şagirdi məktəbdə əlindən tutub gəzdirsin. Yaxşı, tutalım, deyəlim, cavab budur. Cavablar arasında biri də var ki, digər mədəniyyətləri araşdırmalı. Olmaz ki, elə bu mədəniyyətləri araşdırsın. Olmaz o. Niyə olmasın? Mədəniyyətləri şagirdlər araşdırsın. Nəticədə o sinifə gələn əcnəbi şagirdin mədəniyyətinə də hörmət etsin, anlasın, başa düşsün və yaxud da ki, empati yaradaq. Bu cür insanları, müəllimləri çətinə salıb, stresə salmaq nəyə lazımdır? Niyə? Digər ixtisaslarda suallar normala yaxın olduğu halda 24-də imtahan verən müəllimlərin əksəriyyətinin sualları bu gündədir də. Yəni, kim hazırlayır bu sualları? İmtahanlar arası bərabərlik heç gözlənmədi. Bunu danışmaq belə istəmirəm. Özünüz bərabərlik dediniz. O bərabərlik niyə müəllimlərə gələndə bərabərlik olmur? Niyə müəllimin 1 il, 2 il ərzində çəkdiyi əziyyət havaya hədər gedir? Niyə? Bunlara kim cavab verəcək? O müəllimlərin yeyilmiş haqqını kim qaytaracaq? Bax, ailədən, evladdan o qədər uzaq qalan müəllimlərimiz olub ki, o qədər oxumağa vaxt ayıran müəllimlərimiz olub ki, yəni bir bala görə artıma düşə bilmədi. Yəni, onsuz da neçə ildir müəllimlərin maaşı artmır da. Bu qədər insafsız olmaq olmaz axı. Olmaz bu qədər. Yəni, ən azından hər kəs çəkdiyi əziyyətin, çəkdiyi, belə deyim də, sərf etdiyi vaxtın bəhrəsini görmək istəyər. Bu qədər qərəzli olmaq olmaz öz həmkarlarımıza qarşı. İndi gəlib çıxacaq bəziləri, belə idi, elə idi, cavab elə götürülmüşdü, belə götürülmüşdü. Yox. O götürülən cavabı mən də bilirəm, çıxıb yalandan əsaslandıra da bilərəm. Elə suallar var ki, inanın orada taksonomiyanın 3 mərhələsini görürük. Yığışdırın, ya bizə konkret vəsait təqdim edin ki, hal-hazırda məncə ən yaxşı vəsait elə Time'ın vəsaitidir. Yəni, bir dəfəlik deyin ki, müəllimlər bu vəsait əsasında hazırlaşırlar və suallar da həmin vəsaitdən salınsın. Vəsaitdən necə? Yəni, oradakı qaydadan kənara çıxmasın. Müəllimlər başqa sizdən heç nə istəmir. Digər fənlərdə necə? Tarixdə, məsələn, nə bilim, biraz hətta informatika fənnində də qərəzli suallar olub, coğrafiyada biraz, ən çox da tarixdə. Həmin o qərəzliyi aradan qaldırın. Necə digər fənlərə normal qaydada bilən müəllim gedib, yazıb, bilməyən müəllim kəsilib, tarixdə də elə. Mütləq. Müəllim var, niyə artinin sınaq imtahanından təşkil etdiyiniz imtahan üst-üstə düşmədi? Müəllim gedib 59 bal yığıb, imtahanda niyə 51 bal yığmalıdır? Təbii ki, maaş artımı eynidir. Amma o müəllim, məsələn, məktəbdə riyaziyyat müəllimi gedib yığıb 58 bal, bu müəllim ondan savadsız mı müəllimdir? Öz üzərində az mı çalışıb? Xeyr. Mən demirəm, riyaziyyat müəllimləri tarix müəllimlərindən az bilir. Xeyr, sadəcə hər kəs çəkdiyi əziyyətin bəhrəsini görə bilməlidir. Söhbət ondan gedir. Sözsüz ki, hər fəndə öz üzərində çalışan və çalışmayan müəllimlər var. Bu öz yerində, biz bunu inkar etmirik. Amma bizim istədiyimiz nədir? Əziyyət çəkən müəllim, üzərində çalışan müəllim zəhmətinin bəhrəsini 95%, hətta 99% ala bilməlidir. Biraz aşağı, biraz yuxarı. Sınaqda toplamışdı 59, imtahanda yığardı 56 bal. Biz buna nəsə demirik. Amma kəskin fərqlə sınaqda 55 bal yığan müəllimin gedib 40 neçə bal yığmağı indi deyəcəksiniz kitabda hardansa baxıb. Xeyr, təkcə o müəllim deyil. Neçə-neçə müəllimlər buna etiraz edir. Bu videonu çalışdığınız qədər müəllimlər paylaşın, sizin səsiniz olsun. Yəni, bacardığım qədər fikirlərimi ifadə etməyə çalışdım. Yəni, ümid edirəm ki, növbəti imtahanlar, MİQ imtahanları bu şəkildə olmayacaq.